Hamıya maraqlı olan sahibindən hashtag proyektindən hər kəsə salam. Yanımda sahibi ilə birlikdə Bajaj Pulsar RS 200 motosikli var. Hoş gördük değerli izleyiciler. Bugün Zahar gördüğünüz kimi məni məcbur yuxudan durğuzub gətirib Bajaj haqqında 2 dənə sualı var. Məcburiyyət yoxdur burada, yəni deyim biləcək. Başlayaq birinci sualdan. Bu motosikildə nə qədər sürüş təcrübən var? Tək motosikildən söhbət gedirsə 27.000 kilometrdir. Sırf bunda sürüş təcrübəm. Ortalama ümumi olaraq desək 100.000-i keçmişəm. Nə qədərdir probegi? Hal-hazırda 32.000-dədir, 2019 modeldir, injektorsuz. Əla. Keçək ikinci sual. İkinci sualımız odur ki, bu qədər sürdüyün müddətdə sənin üçün nə kimi problemlər yaradıb? Belə deyim, ümumiyyətlə elə bir problemi olmayıb mənə. Bir dənə mən alanda ikinci əl almışdım. Bunu aşağı probeklə birinci sahibindən alanda hər ehtimala Ferodosunu dəyişdim. Çünki bilmirdim də məndən əvvəl sürən Ferodo ilə necə rəftar edib. Qalan şeylər də yağını tökürəm, benzinini tökürəm, antifrizini vururam, gedir. Yəni heç bir problemi yoxdur, şükür olsun. Əla. Üçüncü sual motosikl haqqında ən əsas suallardan biridir. Ehtiyat hissələri tapılırmı və ehtiyat hissələri cibə uyğundurmu? Tam səmimi olaq da, ehtiyat hissələri siz fikirləşdiyiniz qədər də ucuz deyil. Yəni 5 manata, 10 manata nəyinəsə tapa bilmərsiniz. Amma bir müsbət cəhəti var ki, bu BMW-lərdən çox rastladığımız şeydir. Zatsiyasının orijinalını alırsansa uzun müddət gedir. 1 il, 2 il dayanmadan gedir yəni bu zatsiyası. Ehtiyat hissə deyirlər. Ehtiyat hissələrinin tapılmağına gəldikdə isə Azərbaycanda olan motosikletlər arasında ən rahat ehtiyat hissələri tapılan motosikletlərdən biridir. Keçək dördüncü suala. Bu motosikildə nə dəyişikliklər etmisən? Bir dənə söz soruşum. Motosiklet haqqında mən danışsam bir video 2 gün çəkəcək. Qısadır. Xahiş edirəm. Bir gündən başını bağlayaq. Birinci, güzgülərini dəyişmişəm. Xarici görünüşdən. Güzgülər öz güzgülər deyir. Çünki öz güzgüləri belə çıxıntılı olur. Çox da göstərmə cəhətdən superdir. Arxanı falan görürsən. Amma video olaraq o deyil. Xoşuma gəlməkdə dəyişmişəm. Rəng Azərbaycanda qara rəngdə RS 200, bir dənə məndədir, özün bilirsən. Rəng Azərbaycanda, o ki Qafqazda. Qafqaziyada. Sveçalarıdır. Sveçaların üçü də hal-hazırda. Bu 2019 model olduğuna görə bunlarda 3 sveça gəlir. Üçü də iridiumdur. Iridium sveçanı bilənlər bilir. Benzin, yəni yanacağı 98 istifadə edirəm hər dəfə. Ondan sonra RPM artırması var. Buradan Anar Usmanı da salamlayırıq. RPM artırmanı eləyib. Bir də motorda usta mexanın əvəz olunmaz barmaqları var. Yəni mən sualı başqa cür verim ki, buradan da dəyişiklik eləməmsən. Ən əsas məsələ bu da Azərbaycanda bir dənə məndədir. Hal-hazırda üstündə olan təkərlər Pirelli Rosso 4-dür. Hamıya RS 200 haqqında olan maraqlı suallardan birini verəcəm. Bu motosikildə nələri sevmirsən? Bu motosikletdə nələri sevmirəm? Hal-hazırdakı olan o dəyişikliklərə görə, belə deyək də, bir balaca adgözdür. Benzini nə versən öpürür. O cəhətdən zaplaq beygirəndə qanım qaralır. İkinci sevmədiyim bir şey stopundan söhbət edirəm. Bu əlvi qoyduğun olmaz normalda. O ağraq gəlir, şəffaf gəlir. Onu sevmirəm. Bu halı daha yaxlıdır məncə, qara olmağı. Daha sonra sevmədiyim bir şey Hindistan istehsalı olduğuna görə səs-küylü motordur. Yəni xodlayanda bir dizel maşın xodlayırsan abi havası verir. Amma yəni taqqıltı olur da orada. Taqqıltı olur. Onun da yolunu tapmışam mən. Bir dənə interkom alırsınız, mahnını qoşursunuz, heç bir səs eşitmirsiniz. Altıncı sualımız. Bu motosikildə ən çox sevdiyin cəhətlər nələrdir? Ən çox sevdiyim birinci oturuş vəziyyəti. Yəni dil olaraq biraz sportu yamsılasa da, amma oturuş cəhətdən çox rahatdır. Uzun yolda falan, yəni göstərməklə deyim, bu vəziyyət olmasın da, bir tık daha düz otursan və rahatçılıq verirsən. İkinci, yuxarı abratları çox qəşəkdir. Yəni belə deyək, normalda 120-ni keçəndən sonra bəzi bu klasmanda olan motosikletlər bir qədər o çətinlik çəkir. Bu 120-dən sonra elə bir o ikinci nəfəs deyilən bir şey var. İdmanlarda ikinci dıxanya deyirik. Elə bu açılış, yəni getdik. Sonra hal-hazırda olan təkərlərə görədir bu. Bunu da vurğuluyum. Yatmağı, yəni döngələrdə yatmağı çox qəşəkdir. Yerindən ani sürətlənməyi qəşəkdir. Sabah kimi sayaram, yəni qəşək. Evdə yazır gəlir. Əsas məsələ, bu yazmalıydım da bunları. Bu motosikl almaq istəyənlərə nə məsləhət görərsən? Bu qəşəng sualdır. Bunu mənim öz izləyicilərim də mənə sual verir ki, RS 200 almaq istəyirəm, nə məsləhət görürsən? Baxın, əgər ümumiyyətlə sürüş təcrübəsi yoxdursa, bunu məsləhət gör. Çünki motosiklet quru ağırlığı 167 kilo. İndi kommentlərə görə sən nə qədər yazacaqlar bunun haqqında? Ağır motosiklet.
O cəhətdən biraz yolda sizi yora bilər. O da yolda yormayacaq, dayananda falan, üzü yuxarı yolda, ya nə bilim, parkovka eləyəndə əlinizlə sürükləyəsinizsə yoracaq 167 kilodur. Ona görə başlanğıc üçün qızlara vəhşi məsləhət verirəm. Çünki belə sözün pis çıxmasın da, yəni qızların gücünə görə deyil. Air 15 daha bundan az çəkilidir. Air 15 alsın xanımlar. Bir də təzə başlayanlar əgər heç ümumiyyətlə sürməyiblərsə, bax mən normalda bilirsən də TVS falan xoşlayan deyiləm. Bir dənə TVS Rider 125 modeldir ki, başlanğıc motosiklet olaraq tövsiyə eləyirəm. Motosiklet yüngüldür. Benzin işlətmir eləyir. Yol tutuşu normal, yəni təzə başlayan üçün nə lazımdır? 300 sürəsi deyilsən ki. Getməyə də qəşəngdir. Getməyə də təksi yüngüldür, ona görə gedə bilir. Plus da video olaraq da çox şirin bir video var. Yəni ona keçin, ondan sonra keçin buna. Olar. Yəni belə yeni başlayanlara bir tık məsləhət görmürəm. Çünki dediyim kimi biraz nazlıdır, nazlı qızdır da belə deyək. Ferodosundan biraz kobud rəftar edəsən, skors keçidləri zadı bir 265 manat falan sizə yüngül toxunuş edəcək. 265 manat nazından oynayasın. Bəli. Onu eləmək istəmirsinizsə bunu ikinci bayaq kimi fikirləşin. Amma şəhərisi çox idealdır, onu da deyim biləsiniz. Suallarımız bitdi. Sən özün nəsə əlavən varsa, demək istədiyin varsa deyə bilərsən. Ümumi belə deyim, motosiklet sektoruna keçirsinizsə, iki təkər üstünə gəlirsinizsə, məndən çox soruşurlar, ona görə fürsətdən istifadə edin. Məsələn deyirlər, mən motosiklet almaq istəyirəm, evdən qoymurlar falan filan, bu hamıda deyilən şeydir. Normal. Bunu bir mənalı olaraq bu söhbəti bağlayaq ki, evdən onsuz da hesab qoymayacaq. Eləmək istədiyiniz, rəhmətli olan Altı Elçiladan Barkın Bayoğlu, onun sözlərini bura əlavə eləyərsən. Eğer motosiklet almayı planlıyorsanız bir işe gireceğiz, çalışacağız, para biriktireceğiz, o parayla alacağız. Ona görə alın, alandan sonra narahat olmayın. Bütün izləyicilərimə deyirəm, istər təlim cəhətdən olsun, istər nəzəri biliklər cəhətdən olsun. Mənim direktiv bağıda bilərsiniz. Heç kimi deyəməz ki, direktiv cavab verir, özünü də Allah şahidsin. Bir şəxsən özünü cavab verirəm. Nə ehtiyac olarsa da əlimdən gələn. Yaxşı ustadır, yaxşı təlimçidir. Bunların hamısına köməkdarlıq eləyərəm təmənnasız şəkildə. Belə bayqırarda var, nə istəyirsiniz? Bunu da vurğulayıb. Yəni biz bəziləri kimi təlim keçək, öyrədim sənə, gedim sonra sənə motosiklet soxum deyə bir şey eləmirik. Təsəvvür, videomuz bu qədər millət. Videonu bəyənib dəstək olmağı unutmayın. Maraqlandığınız, istədiyiniz, xəyalınızda olan bir motosikl varsa da videonun rəy bölməsinə yazın. Gələn videolarda sizin istəklərinizdən çəkəcəyik. Bir dənə kaskını çıxardan da izləyicilərə bir dənə sual verək. Düzgün cavabı tapana hədiyyə verəcək. Baxın, motosiklet aləmində olan ən çox da yaşlı nəslə verirəm sualı. Motosiklet bizdən düşüb gedibsizsə və motosikleti bu qaydada, kaskanı bu qaydada qoyubsuzsa, bunun mənası nədir? Yəni, kaskı bakın üstə qoyursan və gedirsən. Düzdür, Azərbaycanda gəlib görsən kaska yoxdur, oğurlayıblar. Amma əslində onun bir mənası var. Kim bilirsə, rəylərə qeyd eləsin, düzgün tapana qardaşım bir dənə qəşəng hədiyyə. Dedə ha burada. Bəli, hədiyyənin nə olduğunu demirəm, bir çay qonaqlığından həll eləyək. Şimdi normal sağollaşaq. Sağ olun, dostlar. Hələlik, görüşərik. Müğayət olun.